20 декабря 25 год, 21 век, соответственно. Ну, bu videoda mən Azərbaycan dilində danışacağım, öz doğma dilimdə də. Mən o əvvəlki 2 və ondan əvvəlki dünənki, üstürən günkü videolarım, mənim məqsədim nədir? Onları çəkməkdə. Mənim məqsədim ondan ibarətdir ki, demək, keçən həftə 4-cü gün mən o bir marketdən bir sifariş eləmişəm. O sifarişimi demək, dedilər ki, orada əvvəldən, yəni ki, xəbərdar elədilər ki, yəni ki, bir həftədən sonra o sifariş sizə çatdırılacaq. Yəni 4-cü gün, keçən cümə axşamı onu mən sifariş elədim. Bu həftənin çərşənbə günü o sifariş mənə çatdırılmalı idi. Yəni 17-sində. Çatdırılmadı. Yəni ki, həmin o gündə mənə məlumat göndərdilər ki, bəs bu günləri təxirə salınır o sizin sifarişinizlə. Yəni sabah səhər saat 9-dan günorta saat 3-ə qədər o sifarişi sizə çatdırılacaq evə, kuryer tərəfindən. Mən dedim, problem deyildi, yəni ki, pajar deyil ki, dünya dağılmır ki, yəni dözərik də. Mən elə də vacibdə deyil ki, mənim bir gün tez, bir gün gec olsun. Gözlədim də, cümə axşamı, yəni ki, dünən yox, sürən gün, cümə axşamı da səhər tezdən mənə xəbər gəldi ki, SMS şəklində ki, bəs sizin sifarişiniz bu günləri gələcək kuryer tərəfindən, təsdiqləmə kodunu heç kimə verməyin, yəni 3 rəqəmdən ibarət, 3, 7, 4 rəqəmdən ibarət olan rəqəmlərdir də orada başın təsdiqləmə kodu. Dedim, yaxşı, problem yoxdur. Mən bütün işlərimi atıram qırağa, bu kuryeri gözləyirəm ki, gətirib mənə çıxaracaq. Bir dənə xırda-mırda şeydir, gətirib mənə çıxaracaq da o kuryerdə, gətirib evə çatdıracaq. Yəni o günü, bütün günümü mən avara oldum bu kuryerə görə. Bunların çatdırma, mən yəni ünvana çatdırmağına görə ki, yəni nə vaxtsa harasa gedərəm, birdən gələrlər, qapını döyərlər, zəng eləməzlər də, xəbərdarlısı qədərlər. Evdə olmaram. Neysə, həminki günü, yəni 4-cü gündə, yəni cümə axşamda təxirə saldılar bunu 5-ci günə, yəni dünənə. Dünəndən də təxirə saldılar bugünə. Bugündən də demək olar ki, təxirə saldılar sabah. Sabah da bazar günü, bilinmir, onlar işləyirlər, işləmirlər. Məntiqədə işləyirlər. Yəni məntiqədə mən qətiyyən narazı deyirəm. Yəni ki, samavuz deyirlər də, yəni ki, hardan ki, mən gedib o məntiqədən götürürəm. O çox təəssüf ki, mənim bu sifarişim məntiqəyə sifarişi alınmadı da. Bu elə bir şeydir ki, malı gəlir evdə yoxlamaq lazım idi ona görə.